Gəncə şəhərində 3 otaqlı, ümumi sahəsi 130 kvadrat olan kubcalı həyət evi təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak həyət evidir. Yerləşir Gəncə şəhərində Mehdi Hüseynzadə küçəsində 6 sotun içində inşa olunmuş 10 daş kürsülü, qoşa daş hörülmüş, ümumi sahəsi 130 kvadrat olan həyət evidir ki, əvvəllər 5 otaq olubdur, sonradan bir otağın arası açılaraq böyük qonaq otağı düzəlibdir. Hal-hazırda 3 otaqlıdır. Ümumi sahəsi də 130 kvadratdır, sənəd kubcadır, qazı suyu işığı var və daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu həyət evi yerləşir Gəncə şəhərində Mehdi Hüseynzadə küçəsində 6 sotun içində inşa olunmuş 10 daş kürsülü, qoşa daş hörülmüş, ümumi sahəsi 130 kvadrat olan 3 otaqlı həyət evidir ki, təcili olaraq satışa çıxarılıbdır. Həyətində əlavə olaraq maşın üçün qarajı mövcuddur. Bundan əlavə bir neçə meyvə ağacları da mövcuddur. Qazı, suyu, işığı daimidir, sənədi kubcadır. Qiyməti isə 95.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaqdır. Bir neçə ay bundan öncə bu evdə təmir işləri gedibdir. Müəyyən məsələlərə görə hal-hazırda təmir dayanıbdır. Ona görə də təcili olaraq satılır. Qiyməti 95.000 manatdır. Real alıcı olduğu təqdirdə əvvəldə bildiyim kimi, yəqin ki, ev sahibi tərəfindən endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.